Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nemət iman nemətidir. Bu iman sayəsində bizlər evlərimizdən havanın yağışlı, qarlı, küləkli və soyuq olmasına baxmayaraq, yeryüzündə evlərin ən xeyirlərindən biri olan Allahın evlərindən birinə toplaşmışıq. Biz tövhid əhliyik. Biz La ilahə illallah Muhammedur Rasulullah deyən yeryüzündə Allah Subhanahu Taala'nın göndərmiş olduğu ən son rəsulun ümmətiyik və ən xeyirli bir ümmətiyik, qardaşlar. Bu iki kəlmənin haqqını vermək çətin olsa da, biz həyatımızı məhz bu iki kəlmənin haqqını verməyə həsr etmişik. Və bu dünyada başımıza nə gəlirsə gəlsin, bu iki kəlmənin haqqını verdikdən sonra alacağımız mükafat bizə bəllidir. Nə deyir Allah Subhanahu Teala Qur'an-ı Kərimdə? İnnə lil muttəqinə məfəzən hədaiqə və ə'nəbən. Müttəqilər rahatlığa çatdı, qazandı və içərisində meyvə, çoxlu nemətlər olan bağlarda, cənnətlərdə dincələcəklər. Bizim üçün bu dünyada əbədi bir rahatlıq yoxdur, qardaş. Və olmayacaq da. Çünki bura fanidir. Bizim əbədi yurdumuz cənnətdir. Bir ömür biz haqqımız olan və Allah Subhanahu məhz iman edənlər üçün təxsis etmiş olduğu yurdumuza getməyə çalışırıq. Altından çaylar axan, içərisindəki neymətləri bu dünyada heç birimizin təsəvvür edə bilməyəcəyi bir cənnətə hazırlaşmaq lazımdır. Bu Allahın vədidir, qardaşlar. Allahın vədi haqdır. Allah Subhanahu Teala heç bir zaman vədindən dönməyib. Düzdür, cənnəti qazanmaq çətin deyil. İnanın ki, çətin deyil. Sadəcə və sadəcə Allahla bir və bərabər olmaq lazımdır. Çünki hər kim onunla bərabər olarsa, Allah ona cənnətə gedən yolu asanlaşdırır. Əzəli və əbədi düşmanımız nə deyir? Cənnətdən qovulan iblis nə demişdi, unutmayın. Mən sənin dedi, bütün qullarını sənin yolundan azdıracam, amma ixlaslı qulların istəsinadır. Bizdə ixlas olarsa, o iki kəlmənin haqqını əməllərimizlə sübuta yetirsək, vallahi, billahi, tallahi cənnət də bizim üçün asanlaşacaq, qardaşlar. Sadəcə və sadəcə tövhidi dildə deyil, qəlbdə möhkəmlədib, əməldə yansıtmaq lazımdır. Allah və Rəsulu bu dili necə yaşayıbsa, o cür yaşamaq lazımdır. Ondan sonra gələn əhl-i beyt necə yaşayıbsa, o cür yaşamaq lazımdır. Səhabə-i kiram necə yaşayıbsa, o cür yaşamaq lazımdır. Necə ola bilir ki, onlara çətin olmadı, bizə çətin gəlir? Demək ki, onların aşdığı əngəli biz aşa bilmirik. Onlar kimi biz Quran ayəsini oxuya bilmirik, qardaş. Biz onlar kimi bu dini özümüzə yeridə bilməmişik hələ. Onlar qədər Allahın Rasulunu sevmirik biz demək ki. Onlar kimi hələ iman gətirməmişik demək ki. Əgər biz də onlar kimi tam tabi olsaydıq bu dinə, tam təslim olsaydıq Allahın Rəsuluna, inanın ki, bizim bu dünyadakı həyatımız da çox rahat olardı. Və unutmayın, kim vallahi bu dünyada nəyə can atırsa, Allah Subhanahu Teala ona can atdığı şeyi nəsib edir.